Salam əziz televiziya izləyiciləri. Bugün 20 mart 2025-ci il Novruz bayramı günüdür. Bu bayram əsrlərdən bu günümüzə Azərbaycanın milli bayramı olaraq gəlib çıxmışdır. Əslində Novruz bayramı yazın gəlişi, təbiətin oyanışını tərənnüm edən bir bayramdır. Bu bayramda insanlar demək olar ki, yaz əkininə hazırlıqla məşğul olurlar. Ümumiyyətlə, təbiət, ağaclar, torpaq, bitki örtüyü, hamısı cana gəlir. Bu bayram münasibəti ilə mən öz adımdan, rəhbərlik etdiyim Cinayət və Həqiqət televiziyası adından hər kəsi səmimi qəlbdən təbrik edirəm, can sağlığı, firavanlıq arzu edirəm. Arzu edirəm ki, Azərbaycan xalqı daima sülh əmin-amanlıq içində yaşasın. Azərbaycan xalqı dünyanın ən yaxşı xalqlarından biri olsun. Hər kəsə bu yolda uğurlar arzulayıram. Sağ olun, sağ olun qalın.